gəmilərin onun əmri ilə dənizdə üzməsi və sizin də onun lütfündən axtarmanız üçün dənizi sizin xidmətinizə verən Allahdır. Bəlkə şükür edəsiniz. Göylərdə və yerdə olanların hamısını O, sizin xidmətinizə vermişdir. Həqiqətən bunda düşünən adamlar üçün dəlillər vardır. İman gətirənlərə de ki, Allah qazandıqları günahlara görə hər hansı bir tayfanın cəzasını versin deyə, Allahın əzab günlərini gözləməyənləri bağışlasınlar. Kim yaxşı iş görsə, xeyri özünə, kim də pislik etsə, zərəri özünə olar. Sonra siz Rəbbinizə qaytarılacaqsınız. Biz İsrail oğullarına kitab, hökmranlıq və peyğəmbərlik bəxş etmiş, onlara pak neymətlərdən ruzi vermiş və onları aləmlərdən üstün etmişdik. Onlara dinə dair aydın dəlillər vermişdik. Amma elm onlara gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Şübhəsiz ki, sənin Rəbbin ixtilafa düşdükləri məsələlər barəsində